Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika dim 2025-ci ilin test toplusundan mexaniki hərəkətin təsviri, düzxətli bərabər sürətli hərəkət mövzusunun test izahlarına baxacağıq. Gəlin başlayaq. 1. Yerdəyişmənin zamana görə dəyişmə eğilini xarakterizə edən fiziki kəmiyyət necə adlanır? Biz bilirik ki, V sürət V bərabərdir S bölünsün T. Bu o deməkdir ki, sürət zamana görə dəyişmə eğilini xarakterizə edən kəmiyyətdir. 2. Mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Əgər biz hərəkət ediriksə, bizim hərəkətimiz zamanı gedilən yol heç vaxtı sıfıra ola bilməz. Amma demişdik ki, bizim başladığımız bir nöqtə var ki, A nöqtəsi. Biz hərəkət eləyib, gəzib, hər yeri fırlanıb gəldikdən sonra yenidən başladığımız nöqtəyə son nöqtəmiz gəlib çatırsa, bu nöqtə bizim yer dəyişməmizin sıfır olduğunu deyir. Ona görə də yer dəyişmə sıfıra bərabər ola bilər. 3. Ədədi qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan fiziki kəmiyyət necə adlanır? Biz dedik ki, sürət S bölünsün T-yə bərabərdir. Bu o deməkdir ki, baxın, vahid zamanda, yəni T 1-ə bərabər olarsa, o zaman S nəyə bərabər olur? Yəni V-yə, sürətə bərabər olur. 4. Verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cisim necə adlanır? Bu bir qaydadır ki, maddi nöqtənin tərifi verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cismə maddi nöqtə deyilir. Bu bir tərifdir. 5. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düzxət parçasına yer dəyişmə deyilir. Bu da bir tərifdir ki, yer dəyişmə deyilir. Əsas diqqətli olmağınız odur ki, istiqamətlənmiş sözü verilsin. 6. Cismin sürəti ilə zamanın hasili hansı fiziki kəmiyyətdir? Baxırıq, cismin sürəti hansı hərfdir? V. Zaman hansı hərfdir? T. Onların bir-birinə hasili, yəni onları bir-birə vuranda nə alınır? Biz dedik ki, S bərabərdir, V vurulsun T, yəni yola bərabərdir. 7. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə fəzada vəziyyətinin dəyişməsi necə adlanır? Ümumilikdə bizim dərsimizin adı mexaniki hərəkətin təsviridir və mexaniki hərəkətin qaydası odur ki, tərifinə görə mexaniki hərəkət bir cismin digər cismə nəzərən fəzada vəziyyətini dəyişməsi deməkdir. 8. Bizim S-in T-dən asılılıq qrafiki verilir və bizdən soruşur ki, cismin sürətinin ifadəsi nəyə bərabərdir? Biz bilirik ki, sürət S bölünsün T-yə bərabərdir. Gətirib indi yerinə yazırıq. Əgər siz S-i 10 götürsəniz, ona uyğun olaraq qrafikdə toqquşandan sonra aşağı düşəndə hansı rəqəm verilibsə zaman onu götürməlisiniz. Yəni ona 2 uyğundursa, 20-ni götürsəz, 20-yə də 4 saniyə uyğun gəlmiş olacaq. Eyni şəkildə yazsaz, həm 10 bölünsün 2 yazsaz, həm də 20 bölünsün 4 yazsaz, ikisində də cavabı 5 metr böl saniyə alırsınız. Yəni B variantı. 9. Bərabər sürətlə hərəkət edən cismin sürətinin modulun zamandan asılılıq qrafiki verilib. V-nin T-dən asılılıq qrafiki əgər hərəkətimiz bərabər sürətli hərəkətdirsə, mütləq şəkildə belə sabit olacaq. Yəni qrafikimiz sabit olmalıdır. Cismin 20 saniyədə getdiyi yolu soruşursa, baxırıq 20. 20-dən yuxarı xət qaldırırıq. T-mizi 20 götürürük, V-mizi də 40 götürürük. Gəlin yazaq. V-ni verib bizə 40 metr böl saniyə. T-ni verib bizə 20 saniyə. Bizdən nəyi soruşur? Yolu soruşur. Biz dedik ki, yolun düsturu nəyə bərabər idi? V vurulsun T-yə. V-miz 40-dır, T-miz 20-dir. Cavab eləyir 800 metr. Amma baxırıq cavablarda bizdə metrlə verilməyib, kilometrlə verilir. Ona görə də bilirik ki, əgər 1 kilometrimiz 1000 metrdirsə, o zaman metri kilometrə çevirmək üçün 800-ü böləcəyik 1000-ə. O da bərabər olur 0,8 kilometr. Cavab eləyir D variantı. 10. Bərabər sürətli hərəkətdə, buranı təmizləyim, bərabər sürətli hərəkətdə
S-in T-dən asılılığı, yəni yolun T-dən asılılıq qrafikini soruşur. Düsturumuz necə idi? S bərabər idi V vurulsun T. S T ilə necə asılıdır? Düz mütənasib asılıdır. Ona görə də cavab olur B variantı. 11. Bu dəfə isə bərabər sürətli hərəkətdə sürətin zamandan asılılığını bizdən soruşur. V-nin T-dən, V-nin düsturu nəyə bərabər idi? Biz dedik ki, V bərabər idi S böl T-yə. Amma yuxarıda da qeyd elədiyimiz kimi, əgər hərəkət verilibsə bizə bərabər sürətli, siz S böl T düsturunu bilsəniz, V-nin T-dən asılılığını tərs asılı heç vaxt götürə bilməzsiniz. Çünki hərəkətimiz adından da göründüyü kimi, baxın bunu bölürəm mən. Bərabər sürət S. Daha doğrusu V. Sürət yazacaqdım. V. Bərabər sürət. Bu o deməkdir ki, V sabit qalır. Bir növ düşünün ki, X oxuna belə bərabər şəkildədir. Yəni ona görə mütləq şəkildə bu düsturdan istifadə etmirik. Sadəcə düsturun olduğunu bilirik. Amma asıllığını sorsa V sabitdir. Çünki bərabər sürətli hərəkətdə V konstantdır. Cavab olur C variantı. 12. Cismin sürəti verilib V. İkinci saniyədə getdiyi yolu tapın deyir. Baxırıq, ikinci saniyəni tapdıq. Qaldırıram yuxarı. Bizdən V'si 10, T'si 2 olanı soruşur. Gəlin yazaq. V bərabərdir 10 metr böl saniyə. T bərabərdir 2 saniyə. Bizdən də yolu soruşur. Yolun düsturu V vurulsun T'dir. V'miz 10, T'miz 2. Cavab eləyir 20 metr. Yəni B variantı. 13. 13-də isə eyni V-nin T-dən asılılıq qrafiki verilib və deyir ki, bizə 4-cü saniyədə getdiyi yolu tapın. Baxırıq 4, qalxıram yuxarı, V-miz də 5. Yazıram, V bərabərdir 5 metr böl saniyə. T bərabərdir 4 saniyə. Bizdən isə S-i soruşur. S nəyə bərabər idi? V vurulsun T. 5-i də 4-ə vuranda eləyir 20 metr. Cavab eləyir C variantı. 14. 90 km böl saatı metr böl saniyəyə çevirməyi soruşur. Metr böl saniyəyə çevirmək üçün əvvəlcə bu kəmiyyətləri çevirməyi bilməliyik. Yazırıq. 90 vurulsun. 1 kilometri metrə çevirməliyik. 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. 1 saatı saniyəyə çevirməliyik. 1 saat 60 dəqiqədir. 1 dəqiqə isə 60 saniyədir. Ona görə 60 vur 60. Yəni 3600 saniyə. Gətirib yazıram. 3600. Sıfırlar gedəcək. 9-a getsə yuxarıda qalır 10, aşağıda qalır 4. 100-ü də böləndə 4-ə eləyəcək 25. Metr böl saniyə. Cavab eləyir D variantı. 15. 15-də də eyni şəkildə kilometri metrə, saatı saniyə çevirməliyik. Ona görə necə yazırıq? Yazırıq. 54 vurulsun. 1 kilometr 1000 metrdir. 1 saatımız 3600 saniyədir. Sıfırlar getdi. 54 ilə 36 9-a gedəndə burada qalır 4, burada qalır 6. 60 da 4-ə böləndə eləyir 15 metr böl saniyə. Cavab eləyir C variantı. 16. Düzxətli bərabər sürətli hərəkət zamanı nə sabitdir? Bayaqları qeyd elədik ki, bərabər sürət deyir deyə V sabitdir. Bir düz xətt üzrə X-in T-dən asılılığı verilib və deyir ki, müşahidəyə başlayandan 3-cü saniyənin sonunda, baxırıq 3-cü saniyənin sonunda nə olub? Bunlar kəsişiblər. Deyir, onlar arasında hansı məsafə var? Məsafəni tapın. Əgər ikisi də eyni bir nöqtədə görüşüblərsə, ikisi də 25-də görüşüblərsə, 25 metrdə, 25 metrdən 25 metri çıxanda neçə eləyəcək? Onlar arasındakı məsafə 0 eləyəcək. 18. Bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatın zamandan asılılıq qrafiki verilmişdir. 4-cü saniyənin sonunda onlar arasında məsafəni tapın. Yenə 4-cü saniyəni qeyd edirik, qalxır yuxarı görürük, burada da görüşüblər. Əgər onlar burada da görüşüblərsə, görüşmək o deməkdir ki, iki qrafiklər bir-biri ilə toqquşur. Baxırıq 20 metrdə onlar görüşüblər. 20-dən də 20-ni çıxanda
20 çıx 20 bərabərdir 0. Yəni C variantı. 19. Bir düz xətt üzrə hərəkət edən iki cismin qrafiki asılılıqları verilmişdir və deyir ki, müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşüblər. Onların görüşməsi üçün iki dənə qrafikin bir-biri ilə toqquşması lazımdır. Baxırıq ki, bir bu nöqtədə onlar toqquşublar, bir də bu nöqtədə üst-üstə düşüblər. Bizdən də zaman anını soruşur deyə, zaman da bizim x koordinatımızdır. Burada yazılıb t. Ona görə düşürük aşağı 1, bir də düşürük aşağı 4. Demək ki, birinci və dördüncü saniyədə onlar toqquşublar, yəni görüşüblər. 20. Bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşmüşdür. Eyni şəkildə görüşmə deyirsə biz toqquşmanı götürəcəyik. Bu iki dənəsini işarələyirəm. Və zaman anı soruşur deyə T'yə baxıram ki, aşağıdadır. Üzü aşağı düşürəm 1-də, üzü aşağı düşürəm 5-də. Yəni, Y variantı. Anlarında onlar görüşüblər. 21. X oxu üzrə düz xətli bərabər sürətli hərəkətdə cismin sürətinin, yəni V-nin bizdən proyeksiyada hansı ifadə ilə təyin olunduğunu soruşur. Vx-ımız bərabərdir. Biz dedik ki, əgər proyeksiyaya görə tapırıqsa, Sx bölünsün T'yə. Sx-ımızın özü isə x çıxılsın x sıfırdır. Bu nə deməkdir? Yəni, müəyyən bir məsafə getmişsiniz. A-dan B-yə qədər getmişsiniz. A-dan B-yə. Onun başlanğıcı x sıfır, sonu isə x olarsa, bunun arasındakı məsafəni tapmaq bizim üçün x-dan x sıfırı çıxmaq deməkdir. O da bizə Sx-ı verəcək. Ona görə də yerinə yazsaq ki, x çıxılsın x sıfır bölünsün D, bizə x oxu üzrə, yəni x proyeksiyası üzrə sürətin düsturunu verəcək. Yəni B variantı. 22. Düz xətli bərabər sürətli hərəkətdə sürət hansı ifadə ilə təyin olunur? Biz bayaqları qeyd elədik ki, V nəyə bərabər idi? S bölünsün T'yə. Yəni A variantı. 23. Düz xətli bərabər sürətli hərəkətdə cismin hərəkət müddəti hansı ifadə ilə? Müddət deyirsə T-ni soruşur. T nəyə bərabər idi? Əgər V S bölünsün T-dirsə, T də bizdə S bölünsün nəyə bərabər olacaq? V-yə bərabər olacaq. O da bizdə olur Y variantı. Başındakı işarələrə baxıb deyə bilərsiniz ki, niyə görə birində vektor qoyulub, birində qoyulmayıb. Əgər vektor qoyulubsa bizə yer dəyişməni, vektor qoymayıbsa bizdə yolu verir. Yəni ona görə də bu vektorları mütləq şəkildə bilməlisiniz ki, seçə bilək. Və vektorial kəmiyyət olaraq sürət vektorial kəmiyyətdir. 24. Düz xətli bərabər sürətli hərəkətdə gedilən yol nəyə bərabərdir? S bərabərdir, V vurulsun T. Cavab C variantı. 25. Düz xətli bərabər sürətli hərəkətdə yer dəyişmənin proyeksiyası nəyə bərabərdir? Sx bərabərdir, Vx T. Ayaqlarında gördüyünüz x onun x oxu üzrə proyeksiyasını göstərir. Yəni A variantı. 26. Yer dəyişmənin düzgün tərifi hansıdır? Biz dedik ki, yer dəyişmə nə edir? Cismin başlanğıc vəziyyəti və onun son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Burada isə baxırıq ki, həm C variantında, həmçinin də Y variantında bir növ eyni cavablar verilib. Sadəcə burada Y variantında istiqamətlənmiş sözünü veriblər, amma C variantında o söz yoxdur. Ona görə doğru cavabımız Y variantı olacaq. 27. Trayektoriya nə edilir? Maddi nöqtənin hərəkəti zamanı cızdığı xəttə trayektoriya deyilir. 28. Düz xətli bərabər sürətlə hərəkət edən maddi nöqtənin koordinatının zamandan asılılıq tənliyi hansıdır? Mexaniki hərəkətin tənliyi x bərabərdir, x sıfır üstə gəlsin, vx t-yə bərabərdir. D variantı. 29. Düz xətli bərabər sürətlə hərəkətdə gedilən yol, yer dəyişmə vektorları arasında hansı münasibət doğrudur? Baxırıq, hərəkətimiz trayektoriyanın iki növü var. Birinci düz xətli, ikinci isə əyri xətli. Düz xətli dedikdə nədir? Yəni A nöqtəsindən B nöqtəsinə hərəkət edirsiniz. Bu zaman sizin yer dəyişməniz sizin yolunuzla üst-üstə düşür deyə sizi
düz xətli hərəkət olduğuna görə L S-ə bərabər ola bilər. Yəni burada Y variantıdır. İndi isə gəlin əyri xətli hərəkətə baxaq. Əyri xətli hərəkətdə A nöqtəsindən hərəkətə başlayırıq və B nöqtəsinə gəlirəm. Bu mənim hərəkətim olur, əyri xətli. Bu mənim yolum olur. Amma yer dəyişmə başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır deyə biz burada S-i yazsaq, görürük ki, L və S arasında kəskin fərq var. Yəni burada yolum təbii ki, mənim yer dəyişməmdən böyük olur. Ona görə də L böyükdür S-dən. Burada isə L bərabərdir S olur. Yəni Y variantı. 31. Düz xətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının nisbətini tapın. Gəlin tapaq. V1x-ın birinci tapaq. V1x-imiz nəyə bərabərdir? S1x böl T. V2x-imiz S2x bölünsün T. Gəlin yerində yazaq. Bunu biraz sağa yazım. V2x S2x böl T. S1'imiz, baxırıq, bu birinci qrafikimizdir. Onun S1'i 50, T'si 10'dur. Yazıram. 50 böl 10 bərabərdir 5. İndi isə ikinci qrafiki oxuyuram. İkinci qrafikimiz budur və gəlirəm S-i 20'dir, T'si 10'dur. Yazıram. 20 böl 10 bərabərdir 2. Məndən isə V1x bölünsün, V2x'i soruşur. O da 5 bölünsün 2 bərabərdir 2 tam onda 5 eləyir. Cavab olur D variantı. 32. 32-də də eyni şəkildə V1x-in V2x-i soruşur. Gəlin V1x-i tapaq. S1x bölünsün T. V2x-imiz S2x böl T. Baxırıq birinci qrafikə. Bu bizim birinci qrafikimizdir. Onun S-i 20'dir, T'si 5'dir. Gətirib yazıram. 20 böl 5. İndi isə ikinci qrafiki oxuyuram. Bu bizim ikinci qrafikimizdir. Gəlirəm onun S-i 20'dir, T'si 10'dur. Yazıram 20 böl 10. Burada eləyir 4, burada da eləyir 2. Məndən isə V1x bölünsün V2x'i soruşur. Ona görə 4 böl 2 cavab elir 2. Yəni D variantı. 33. Cismin koordinatının zamandan asılılıq qrafikinə əsasən onun sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Biz bayaqları qeyd elədik ki, sürəti necə hesablamışdıq? Vx yazmışdıq ki, sx bölünsün T. Sx-i də açmışdıq ki, x çıxılsın. X0 bölünsün T'yə. İndi sadəcə gətirib yerinə yazacağıq. X-imiz, qrafikimiz başlayıb neçədən? 5-dən gəlib hara? 20'yə. Bu bizim olur x0'ımız, çünki buradan başlayıb. Son olub x, bu da olub bizim zamanımız. Gətirib yerinə yazıram. X-imiz 20, çıxılsın. X0'ımız 5, T'miz 5. 15 bölünsün 5, o da bərabərdir 3. Cavab eləyir B variantı. 34. Eyni şəkildə yenə bizdən Vx-i soruşur. Bir dəfəli x çıxılsın, x0 böl T yazıram. Başlayıb neçədən? Başlayıbsa x0 yazıram. Gedib neçəyə? X-a. 16 çıxılsın 4 bölünsün 4. 12'ni 4'ə bölürəm. O da bərabərdir 3. Cavab eləyir A variantı. 35. X oxu üzrə bizə hərəkət tənlikləri verilib və deyir ki, eyni zaman müddətində, yəni T'ləri eyni olarsa, bu zaman yer dəyişmənin ən böyüyü hansı olar? Biz tənliyimizi yazsaq, x0 üstə gəlinsin v T'dir. Zamanlar hamısında eynidirsə, demək ki, sürətin dəyişməyi bizə yer dəyişmənin də dəyişməsini verəcək. Axı, x çıxılsın, x0 bizim sx-ımız idi. X çıxılsın, x0 idi. Yəni, bizə məsafəsini verəcəkdir. Ən böyük olmağı üçün, demək ki, zamanlar eynidirsə, onda qeyd edirik ki, v-nin böyük olmağı bizə sx-ın böyük olmağı deməkdir. Bizdən də böyük soruş. Onda v-si ən böyük olanı götürürük. Burada 3'dür, burada 2'dir, burada 1'dir, burada 4'dür, burada isə 6'dır. Ona görə cavab olur B variantı. 36.
X oxu üzrə hərəkət tənlikləri verilib və burada yenə deyir ki, eyni zaman müddətindədir, amma yer dəyişməsi bu dəfə ən kiçik olsun. Ona görə də ən kiçik olan V-ni götürürük, o da burada 1-dir, ona görə A variantı. 37. X oxu üzrə hərəkət edən və hərəkət tənliyi X bərabərdir bu olan şəklində verilmiş maddi nöqtənin T bərabər 4 saniyədə yer dəyişməsini tapın. Yer dəyişməmiz nəyə bərabər idi? Sx bərabərdir V vurulsun T'yə. Gəlin yazaq. Sx-imiz yerində qalır. V'miz 3'dür. Demişdik T'nin qarşısında rəqəm bizə V-ni verir. Zamanda 4 saniyə üçün soruşur. Gətirib yazırıq, eləyir 12 metr. Cavab olur Y variantı. 38. X oxu üzrə hərəkət edən və hərəkət tənliyi bu olan maddi nöqtənin 2 saniyədə yer dəyişməsini tapın. Tapaq. Yazırıq yenə də Vx-dir. V demişdik ki, T'nin qarşısındakıdır tənlikdə 6. T'miz də 2 saniyə üçün soruşur. Vururuq. Bərabərdir 12 metr. Cavab eləyir D variantı. 39. 39'da da bizdə çevrilmələr verilib, amma bu dəfə santimetrdən metrə çevirəcəyik. Dəqiqəni saniyəyə yazırıq. 1800 vurulsun. 1 metrimiz 100 santimetrdir. Amma 100 santimetr, biz santimetri metrə çevirmək üçün 100'ə böləcəyik. 100'də 1, yəni çevirib vururuq 100'də 1'ə. 1 dəqiqəmiz neçə saniyədir? 60 saniyədir. Onu da yazıram yerində. Dəqiqəni 60'a çevirdim. Yəni necə? Vururam 60'a, saniyəndə santimetrdə metrə çevirəndə, yəni 0'dan 100'də 1'ə vururam. Gəlin ixtisarları aparaq. Sıfırlar buradan gedəcək. 6'ya geçsə yuxarıda 3 qalır. Burada isə 10. Cavab elir 0,3 metr böl saniyə. Yəni D variantı. 40. 900 santimetri birinci metrə çevirməliyik. Onun üçün də vuracağıq neçəyə? Vuracağıq 0,1'ə. Dəqiqəni də saniyəyə çevirmək üçün vuracağıq 60 saniyəyə. Gəlin yazaq. 900 vurulsun 100'də 1 vurulsun 1 dəqiqəmiz neçədir? 60'dır. Sıfırlar getdi. 9 ilə də 6 ixtisara getsə yuxarıda qalacaq 3, aşağıda qalacaq 2. Yəni 20'də 3. Biz də baxırıq ki, cavabda bu şəkildə verilməyib. Demək ki, vuracağıq 5'ə. 5'ə vuranda yuxarı eləyir 15, aşağı eləyir 100. O da bizə verir 0,15. Cavab olur C variantı. 41. Cismin sürətinin T'dən asılılıq qrafiki verilib və bizə deyir ki, 30 saniyə müddətində getdiyi yol 10 saniyə müddətində getdiyi yoldan nə qədər böyükdür? Gəlin yazaq. S birinci 30 saniyə üçün tapaq ki, V T'yə bərabərdir. 30 saniyə üçün T'mizi var, V'miz də 4'dür. Yazırıq 30 vur 4 bərabərdir 120 metr. İndi isə 30 10 saniyə üçün. Buranı silim. İndi 10 saniyə üçün. 10 saniyə qalxıram 4. VT 10 vurulsun 4. 40 metr. İndi bizdən soruşur ki, getdiyi 10 aralarındakı məsafə nə qədər olur? Yəni 30 saniyədə getdiyi yolla 10 saniyədə getdiyi yol arasında nə qədər fərq var? Əgər bizdən sorsaydı ki, neçə dəfə çoxdur, onda biz bölərdik. Amma bizdən soruşur ki, nə qədər çoxdur? Ona görə də yazırıq ki, S30 çıxasın S10 bərabərdir 120 çıxasın 40 bərabər 80 metr. Cavab eləyir B variantı. 42. 42'də də eyni şəkildə deyir. Birinci 20 saniyə üçün hesablayacağıq. Bərabərdir. Qalxırıq yuxarı. 20 vurulsun 4 bərabər 80 metr. Bir dənə də 10 saniyə üçün hesablayırıq. Qalxırıq yuxarı. 10 vurulsun 4. O da eləyir 40 metr. Bizdən isə S20 çıxasın S10'u soruşur. Çünki nə qədər deyir, neçə dəfə demir. Onda da 80-dən 40'a çıxanda eləyir 40 metr. Cavab eləyir C variantı. 43.
43-də deyir ki, 2 dənə tənlik verilib və onlar hansı zaman anında görüşürlər, onu tapmalıyıq. Onların görüşməkləri, baxın, biri A nöqtəsindən çıxır və gəlir, məsələn, mağazaya. Biri də B nöqtəsindən çıxır. O da gəlir həmin o mağazaya. Onların bir-biri ilə mağazada görüşməkləri onların koordinatlarının bir-birinə bərabər olmağı deməkdir. Yəni ikisi də gəlir və həmin mağazada görüşürlər. Onlar görüşürsə, onların tənliklərini də bir-birinə bərabər eləyəcəyik. Yazacağıq 5 çıxılsın 2T bərabərdir 2T çıxılsın 5. İndi keçirəndə necə eləyir? 10 bərabərdir 4T-yə. T də bərabərdir 2,5 saniyəyə cavab eləyəcək A variantı. Eyni şəkildə 44-də də əgər görüşmə deyirsə onları bir-birinə, tənlikləri bir-birinə bərabərləşdirəcəyik. Yazacağıq 5 çıxılsın 3T bərabərdir 4T çıxılsın 9. 9-u sola keçirdirəm eləyir 14 bərabərdir 7T. T də bərabərdir 2 saniyə cavab eləyir B variantı. 45. 45-də deyir ki, X oxu üzrə hərəkətin, koordinatın zamandan asılı qrafiki verilib və 6 saniyədə getdiyi yolu tapın. Baxırıq ki, X-in T-dən asılılığıdır deyə. Əgər 10 metr yuxarı qalxıb 10 metr aşağı düşübsə, bizim yolumuz nə qədər olur? 10 metr yuxarı qalxıb 10 metr də aşağı düşüb. Ümumilikdə 20 metr yol gedib. Yəni cavabımız olur B variantı. Əgər bizə sual versəydi ki, bəs onda onun yer dəyişməsi necə olacaq? Əgər 10 metr qalxıb 10 metr aşağı düşübsə, onun yer dəyişməsi 0 olacaqdır. 46. 46-da da eyni şəkildə 6 saniyədə onun getdiyi yolu soruşur. Yol deyir deyə mütləq qeyd edin. Yol 20 metr yuxarı qalxıb 20 metrdə aşağı düşüb. Onda nə olacaq? Olacaq 40 metr. Əgər yer dəyişmə sorursaydı, yenə də qeyd etdiyim kimi biz onu 0 götürəcəkdik. 47. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilib. 1, 2, 3 nöqtələrinə uyğun zaman anında cismin malik olduğu sürətin modullarını arasında münasibəti tapın. V nəyə bərabərdir? S bölünsün T-yə. Məsəl üçün, biz burada qrafikə baxsaq, daha doğrusu onu ayırsaq. Bu şəkildə birinci üçün baxırıq ki, burada bir alfa bucağı əmələ gəlir. Və Sx biz yazsaq, X oxu üzrə hesablayanda bizdə nəyə bərabərdir? X çıxılsın, X0 bölünsün T-yə. Burası olurdu onun X-i, burası olurdu onun X0-ı. Yaxşı, bizim alfa bucağımız nəyə bərabər idi? Onun qarşıdakı X çıxılsın X0'dır da. Bura X çıxılsın X0. Burada bizim T'mizdir. Alfa bucağını tapmaq üçün X çıxılsın X0 bölünsün T bizə tangens alfanı verir. Və bizim V nəticə etibari ilə tangens alfaya görə dəyişə bilir. Əgər 2 ilə 3 eyni bir qrafik üzərindədirsə, bunlar avtomatik V2 bərabərdir V3 olur. Çünki eyni bir qrafikin üzərindədir. Amma birin dərəcəsi, yəni alfa bucağı dəyişib. O artıq başqa bir qrafikdir. Ona görə də bunlar arasında əlaqəni tapmalıyıq. Biz deyirik ki, əgər tangens alfa V ilə mütənasibdirsə, düz mütənasibdirsə, tangens alfası nə qədər böyükdürsə, o qədər də V'si böyük olacaq. Baxırıq ki, birinci qrafikin tangens alfası daha böyükdür. Ona görə də V1 böyükdür. V2 bərabərdir. V3 götürəcəyik. Yəni cavab olur Y variantı. 48. X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi verilib. Nə qədər vaxtdan sonra birinci cisim ikinci cismə çatar. Bu da o deməkdir ki, yəni onlar görüşər. Biz də görüşəndə necə eləmişdik? Tənlikləri bir-birinə bərabərləşdiririk. 2T. Keçirdirik 6-nın yanına 2-ni keçirdirik 4T. 24-dən də 8-i çıxırıq eləyir 16. T-ni də böləndə eləyir 4 saniyə. Cavab eləyir D variantı. 49. 49-da deyilir ki, modulca eyni sürətlə qeyd edirik. V1 bərabərdir V2-yə. İki cismin biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə cızır. Digər isə A-dan B-yə düz xətt boyunca gedir. T1-in T2-yə olan nisbətini tapın. Deməli, bizdə V1 V2-yə bərabərdir deyir. T-nin nisbətini soruşur. Biz burada S-dən istifadə edə bilərik. Bəli, çünki V-lər bir-birinə bərabərdir. Gəlin indi baxaq.
Birinci üçün, bir də ikinci üçün getdiyi yolu tapa bilərik. Biz bilirik ki, qövsün ümumi uzunluğu tam bir qövsün. Bu şəkildə tam bir qövsün ümumi uzunluğu riyaziyyatdan da öyrəndiyimiz kimi L bərabərdir 2 pi r-dir. Əgər tam bir qövsün uzunluğu 2 pi r-ə bərabərdirsə, bizdə isə yarım qövs olduğuna görə, yəni qövsün yarısında yarım çevrə olduğuna görə 2 pi r bölünsün 2-yə bərabərdir. Yəni pi r-ə bərabərdir 1. Amma S2-mizi tapsaq, yəni A-dan B-yə qədər olan məsafəni tapsaq, mərkəzdən çevrəyə qədər olan məsafə bizə R verir. Bu da R-dirsə, onda olacaq onun yolu R üstə gəlinsin R, o da bərabərdir 2R-ə. Əgər V-lər bir-birinə bərabərdirsə, V1 bərabərdir V2 götürsəm, bizdən T1-in T2-yə nisbətən soruşur deyə gətirib yerində yazırıq. Yazırıq ki, T nəyə bərabər idi? S1 bölünsün V1, S2 bölünsün V2-yə. İxtisara aparsaq, V1 V2-yə bərabərdir deyə bunlar gedəcək və bizdə nisbət nə qalır? Qalır ki, S1 bölünsün S2-yə. S1-imiz pi r-dir, S2-miz 2r-dir. R-lər də ixtisara gedir, cavab qalır pi bölünsün 2. Yəni cavab olur Y variantı. 50 də eyni şəkildədir. Burada isə bizə eyni vaxtda deyir. Yəni T1 bərabərdir T2-yə. T1 T2-yə bərabərdirsə, biz yenə də V-lərin nisbətini tapmaq üçün V1-in V2-yə nisbətini tapmaq üçün S1-in S2-yə nisbətini tapsaq, eyni şəkildə biz V1-in V2-yə nisbətini tapa bilirik. Gəlin, indi yenə də S1-ə baxaq. Bizim S1-imiz nəyə bərabərdir? Yenə çevrənin yarısıdır. S1 bərabərdir 2 pi r. Ümumi çevrənin uzunluğudursa, 2-yə də bölürük, eləyir pi r. S2 nəyə bərabər idi? Burada r-dir, burada r-dir. R üstə gəl r, 2r. Gətirib nisbət olaraq da yazsaq, S1 bölünsün S2 bərabərdir pi r böl 2r. R-lər ixtisara gedir, pi böl 2. Yəni eləyir cavab B variantı. 51. 51-də bizə V-nin T-dən asılılıq qrafiki verilir və biz demişdik ki, əgər hərəkət düzxətli bərabər sürətlə hərəkətdirsə, o zaman V-nin T-dən asılılıq qrafiki sabit olur. Və qrafik bizə deyir ki, bu hərəkət növü düzxətli bərabər sürətlə hərəkətdir. Bərabər sürətli hərəkətdə isə X-in T-dən asılılıq qrafiki ya A şəklində olur, ya da Y şəklində olur. Biz indi fikir verməliyik ki, X oxu istiqamətindədir, yoxsa X oxunun əksi istiqamətindədir. Əgər bu oxdan yuxarıdadırsa qrafik, o zaman A variantını götürürük. Əgər X oxundan aşağıda olsaydı, biz Y variantını götürərdik. X oxu istiqamətində olduğuna görə cavabımız olur A variantı. 52. 52-də də eyni şəkildədir. Yəni V-nin tangesdən əlaqələndirib biz cavabı tapmalıyıq. Biz dedik ki, bucağımız nə qədər böyük olarsa, sürətimiz də bir o qədər böyük olacaq. Gəlin indi bucaqlara baxaq. Bu alfa, bu alfa, bir də alfa bu. 1, 2, 3. İçlərin hamısını qeyd eləsəm, görürəm ki, tangens alfa 3, tangens alfa 3 böyükdür tangens alfa 2 böyükdür tangens alfa 1-dən. Və təbii ki, bu da çıxır ki, V3 böyükdür V2 böyükdür V1-dən. Sürətlərin də münasibətlərinə əsasən cavabımız olacaq A variantı. Eyni şəkildə 53-də də. Gəlin baxaq. Birinci. Baxırıq burada da. Birinci. Alfa 1. Alfa 2. Alfa 3. Təbii ki, burada da tangens alfa 1 böyükdür. Tangens alfa 2-dən, o da böyükdür tangens alfa 3-dən. Ona uyğun olaraq da biz V1-in daha böyük olduğunu, sonra V2, sonra V3-ü, yəni Y variantını tapa bilirik.
54-54-də deyir ki, x oxu üzrə hərəkət edən cismin hərəkət qrafikinə əsasən A nöqtəsinə uyğun zaman alanını hesablayın. Gəlin hesablayaq. Əgər hərəkət növümüz bərabər sürətlə hərəkətdirsə, deməli biz burada V-nin sürətini tapsaq, gətirib bu birisi qrafikdə də qoyub hesablaya bilərik. Sizin üçün ən rahat üsul o ola bilir. Gəlin hesablayaq. Baxırıq ki, x-ımız verib bizə 0, x0-ımız verib bizə -20, yəni -20-dən başlayıb. T'miz də 2-dir. Biz buradan Vx-i tapırıq. Bəli, x çıxılsın, x0 bölünsün T'yə. Bərabərdir. X-ımız 0-dır. Çıxırıq -20-ni bölürük 2-yə. 0-dan -20 müsbət olur və 20 bölünsün 2 eləyir 10 metr böl saniyə. Biz sürəti tapdıq ki 10 metr böl saniyədir. İndi isə gəlin burada baxaq. İkinci qrafikdə baxıram, burada yazıram. Yazıram V bərabərdir 10 metr böl saniyə. X 0 bərabərdir. Hansı zamandan başlayıb, hansı koordinatdan başlayıb? 0-dan başlayıb, sonra isə olub 10. Bizdən nəyi soruşur? Zamanı soruşur. Zaman nəyə bərabər idi? X çıxılsın. X0 bölünsün. Bu dəfə V olacaq. Gəlin yazaq. X-ımız 10-dur. 10-dan 0-a çıxıram. Bölürəm 10-a. Eləyir 1. Yəni bu qrafik 1 saniyə müddətində gəlib və 10 metr böl 10 metrə çatıb. Ona görə də olacaq 2 üstəgəl 1, yəni cavab eləyir 3. 2 üstəgəl 1 bərabərdir 3. Cavab olur A variantı. 55. ABCD trayektoriyası üzrə hərəkət edir cisim və bu zaman onun getdiyi yol yer dəyişmədən neçə dəfə çoxdur? Bunu mütləq qeyd edirik. Gəlin birinci yolunu tapaq. L nəyə bərabərdir? 5. Yolu bütün məsafənin hamısını toplayırıq, olur bizim yolumuz. 5 üstəgəl 6 üstəgəl 3. 5-in üstünə gəlirsən 3-ü eləyir 8, üstünə də 6 gələndə eləyir 14 metr. S yolda yer dəyişməmiz isə başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu xətti çəkdik biz. Bunu necə tamamlaya bilərik? Baxırıq ki, buradan biz üçbucaq kimi tamamlasaq, buradakı düz bucaqlı yarandı. Həmin o düz bucaqlı, əgər yuxarısı 6 metrdirsə, onun aşağısında 6 metr yaza bilirəm. Buranı 5 metrdirsə, bu tərəfi də 5 metr yaza bilirəm və bura ümumilikdə 5 üstəgəl 3 eləyir 8 metr. Və biz Pifaqor teoreminə görə bilirik ki, katetin bir tərəfi 6, bir tərəfi 8-dirsə, hipotenuzu tapmaq üçün S-nin kvadratı bərabərdir A-nın kvadratı üstəgəlsin B-nin kvadratı və S-nin kvadratı bərabərdir. Katetin biri 6-dır, yazıram 36, üstəgəlinsin. Digər katet isə 8-dir, yazıram 64, bərabərdir 100. S-nin özü nəyə bərabər olacaq? 10. Yəni hipotenuzu tapdıq ki 10. Elə biz də onu axtarırdıq ki A-dan D-yə məsafə nə qədərdir? Tapdıq ki 10 metrdir. Və neçə dəfə çox o deməkdir ki, L bölünsün S, yəni 14 bölünsün 10 bərabərdir 1,4 dəfə. Cavablar yuxarıdadır. Gedək cavabı tapaq. Cavab olur A variantı. 56. 56-da bizə böyük Euler-Venn diaqramı verilir və burada cavabları tapmağımızı və uyğunlaşdırmamızı soruşur. Deyir ki, vektorial kəmiyyətlər. Biz dedik ki, yer dəyişmə vektorial kəmiyyətdir, amma yol vektorial kəmiyyət deyil. Ona görə yazıram 1-i 2-yə. İkinciyə. Vahidi beynəlxalq sistemdə əsas vahiddir. İkisinin də vahidi metrdir və vahidi metrdir. Hər ikisində də beynəlxalq sistemdə sayılır. Ona görə yazıram 2. Skalyar kəmiyyətdir. Bəli, yer dəyişmə vektorialdır, amma yol skalyar kəmiyyətdir. Yazıram 3. Hərəkət trayektoriyasının uzunluğudur. Yol hərəkət trayektoriyasının uzunluğudur. Hərəkət zamanı 0-a bərabər olur. Bəli, dedik ki, biz yer dəyişmə hərəkət zamanı 0-a bərabər ola bilir. Ona görə də yazırıq yer dəyişməyə. 0-a bərabər olur 5. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Buna da nə deyilir? Bu da bizdə yer dəyişmə adlanır. Deməli, birinciyə 3, 4 aiddir. İkinciyə 1, 5, 6. Üçüncüyə isə 2. Cavab olur A variantı.
57. A nöqtəsindən B nöqtəsinə modulca sabit sürətlə hərəkət edən cismin trayektoriyası göstərilmişdir. Hansı qrafik bu cismin sürətin Y üzrə proyeksiyasının zamanasılığını ifadə edir? Burada diqqətli olmalı olduğumuz odur ki, bizdən Y oxu üzrə soruşur. X oxu üzrə yox. Ona görə Y-a perpendikulyar endirərək ona əsasən baxacaq. Baxırıq ki, Y-a gəlir. Əgər A-nı bizdən, yəni birinci qrafiki soruşursa, Y-a perpendikulyar endirəndə görürük ki, Y oxu üzrə proyeksiyamız sıfıra bərabərdir. Ona görə burada sıfır deyil, götürmürük, B-ni götürmürük, Y-ni götürmürük. Ya C-dir, ya da D-dir. Əgər qrafik üzü aşağıya doğru gedirsə, o zaman bu deməkdir ki, bizim qrafikimiz X oxundan aşağıda olacaq. Baxın, burada qrafik üzü aşağı gedir. Ona görə də olur C variantı. Əgər yuxarı olsaydı, D variantını götürərdik. 58. Y oxu üzrə hərəkət edən iki cismin koordinat zaman qrafikləri verilmişdir. Görüş yerlərinin koordinatlarını tapın. Görüş yeri nə deməkdir? Biz dedik ki, hansı nöqtədə onlar üst-üstə düşürlərsə, o bizdə görüş yeridir. Və bizdən görüş yeri soruşur. Əgər görüş zamanı soruşsaydı ki, bayaqları biz test elədik, onda 4-cü saniyədə və 9-cu saniyədə görüşdüklərini qeyd edərdik. Amma görüş yeri, yəni məsafə soruşur deyə X-a perpendikulyar endiririk, yəni 10 metrdə və mənfi 10-da, 10 metrdə onlar görüşüblər. Cavab olur A variantı. 59. Y oxu üzrə hərəkət edən A, B, C cisimlərin koordinatının zamanlanaslıq qrafiki verilmişdir və bizə deyir ki, ayrı-ayrılıqda hamısına aid olan mülahizələrdən hansı doğru deyilsə, onu qeyd edin. Doğru deyil. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. Bunu biz yazmamız üçün birinci hamısının həm A, həm B, həm də C-nin sürətlərini yazmalıyıq. Gəlin hesablayaq. VA nəyə bərabərdir? X çıxılsın X0 bölünsün T-yə əsasən. A-nın qrafiki 10-da başlayır, 20-yə gedir. Yazıram. 20 bizdən nəyi soruşur? Modul. Ona görə hamısını modulda yazacağım elə bir dəfəlik. 20 çıxılsın 10 bölünsün T'si neçədir? 4. 10 bölünsün 4 eləyir 2,5. VB-si nəyə bərabərdir? B 10-da başlayır. Elə burada tam olsun deyə. Dəqiqə. Bu nöqtəni götürəcəm. Nədə başlayır? 10-da başlayır, mənfi 10-a qədər gəlir. Yazıram. Mənfi 10 çıxılsın. 10-da başlayıb, bölünsün neçə saniyədə? O da 4 saniyədə. Mənfi 20 eləyir, amma modulda eləyir deyə 20-ni də 4-ə bölürəm, eləyir 5. Və C nöqtəsi üçün yazıram. 0-dan başlayır, 20-yə də gəlir. Yazıram. 20, mənfi 20. Çıxılsın 0, bölünsün 4 saniyə üçün. 20-ni də bölürük 4-ə, eləyir yenə 5 metr böl saniyə. Yaxşı, hamısını ayrı-ayrılıqda yazıq. İndi gəlin onların düzgünlüyünü yoxlayaq. B cisminin sürəti, yəni 5-dir, A cisminin sürətindən böyükdür. Bəli, böyükdür, özü də 2 dəfə böyükdür. Ona görə bu doğrudur. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan kiçikdir. Xeyr, kiçik deyil. Hətta 2 dəfə böyükdür. Ona görə səhv cavabımız budur. 3. B və C cisimlərinin sürətlərinin modulu bərabərdir. Baxırıq, bəli, ikisində də 5-dir. Doğrudur. 4. B və C cisimləri arasında məsafə hər an sabitdir. Bəli, ikisi də başlayıb və eyni xətt üzrə hərəkət edir. Baxın, eyni istiqamətdə və eyni xətt üzrə hərəkət edir. Ona görə də aralarında məsafə sabitdir. Düzdür. 5. B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edir. Baxırıq, bəli, ikisi də X oxunun əks istiqamətdə hərəkət edir. 6. B cismi 2-ci saniyədə istiqamətini dəyişmişdir. Baxırıq B cisminə. Xeyr, heç bir istiqamətini dəyişməyib. X-in T-dən asılılığında üzü aşağıya hərəkət edir. Yəni, səhv cavabdır. 2-in 6 cavabımız olur. Doğru olmayan cavablar. 60. Cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yer dəyişməsindən neçə dəfə çoxdur? Bizdə nəyə soruşur? Neçə dəfəsini? Onun yolunu tapaq. L bərabərdir.
Bilirik ki, el məsafə bunları toplayacaq. A üstəgəlinsin. A üstəgəlinsin A bərabərdir 3A-ya. Yer dəyişməsi nəyə bərabərdir? Başlanğıc və son. Yəni A. Neçə dəfə çox soruşur deyə L bölünsün S bərabərdir 3A bölünsün A bərabərdir 3-ə. Cavab eləyir 3. 61. 61-də də A-dan D-yə qədər məsafə verilib və bizə deyir ki, getdiyi yol yer dəyişmədən neçə dəfə çoxdur? L bərabərdir 2A üstəgəl A üstəgəl 2A bərabərdir 5A-ya. S nəyə bərabərdir? S-i A-la da D-ni birləşdirəndə bir dənə A. Neçə dəfə çox deyirsə, L-i bölürük S-ə, 5A-nı bölürük A-ya bərabərdir 5. Cavab eləyir 5. 62. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılıq qrafiki verilib. 3 saniyə ərzində gedilən yolun yer dəyişmənin moduluna neçə metr çox olduğunu hesablayın. Baxırıq, onun yolu nə qədərdir? Bu yoludur, bir də budur. Yolumuz L bərabərdir. 6-dan 1-i çıxırıq. X çıxılsın, X 0. 6 çıxılsın 1 eləyir 5. Üstə gəlinsin. X-ımız 3, X0-ımız 1. 3-dən də 1-i çıxırıq 2. Yəni, ümumilikdə 7 metr yol gedib. Bəs yer dəyişməsi nəyə bərabərdir? Yer dəyişməsi də bərabərdir ki, bu. S. Yəni, başlanğıc və son nöqtələrini birləşdirirəm. Başlanğıc nöqtə ilə son nöqtəni birləşdirəndə də onlar arasındakı məsafə nəyə bərabərdir? Baxırıq ki, əgər 3 saniyə ərzində məsafəni soruşursa, 3-dən də çıxacaq 6-nı, eləyəcək modulda 3 çıxılsın 6 bərabərdir 3 metr. Deməli, yolumuz elədi 7 metr, yer dəyişməmiz elədi 3 metr. Bizdən isə neçə metr fərq olduğunu, yəni nə qədər çox olduğunu soruşur deyə L çıxılsın S bərabərdir 4 metr. Cavab olur 4. 63. 63-sə də eyni şəkildədir. L-i verib bizə. L-i tapmaq üçün baxırıq ki, buradan bura məsafəsi və buradan bura məsafəsi nə qədərdir? Birində 4-dən çıxırıq 1-i, daha doğrusu 1-dən çıxırıq 4-ü modulda. Eləyir 3 metr, üstə gəlinsin, digəri isə 1-dən 6-ya qədərdir, yəni 5, bərabərdir 8 metr. Ümumi yolu 8 metrdir. Yer dəyişməsi isə başlanğıc və son nöqtəsini birləşdirir, onun yer dəyişməsi olur. 2 metr də onun yer dəyişməsidir. Ümumilikdə L çıxılsın, S yazırıq, 8 çıxılsın, 2 bərabərdir 6 metr. Cavab edir 6. 64. 64-də 2 dənə bizə qrafik verilib və deyir ki, 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni hesablayın. Ayrı-ayrılıqda gəlin biz həm A üçün, həmçinin də V üçün sürətlərimizi tapaq. Tapandan sonra 4-cü saniyənin sonunda avtomobillərin məsafələrini tapıb, məsafələrinə uyğun onlar arasındakı məsafəni hesablaya bilirik. Gəlin yazaq. VA nəyə bərabərdir? X çıxılsın, X0 bölünsün T-yə. Yazıram A üçün. Bu ad. Qoyun bunu bir dənə çəkim. Bu ad. Aha. 10 çıxılsın. 0 bölünsün 2 bərabərdir 5 metr bölü saniyə. Biz VA-nı tapdıq. İndi VA-nı qeyd elədik. İndi isə VB-ni gəlin tapaq. VB bərabərdir. İndi onu çəkirəm. Bu da B-dir. B qrafiki. B x0-ı 4-dən başlayır, x isə 10. Yəni 10 çıxılsın 4 bölünsün 2. 6-nı bölürük. 2-yə eləyir 3 metr böl saniyə. VA-nı tapdıq, VB-ni tapdıq. İndi isə onlar arasında məsafəni tapmaq üçün tənlikdən istifadə edəcəyik. Əvvəlcə XA-nı tapaq. XA-mız nəyə bərabərdir? XA-mız bərabərdir X0 üstə gəlinsin VAT bərabərdir. X0-ı 0-dır, VA-sı 5-dir, T-miz 4 saniyə. Bu da eləyir 20 metr. 4 saniyə üçün tapdım ki, X-ı, XA-sı 20 metrdir. İndi isə XB-sini tapaq. XB-miz nəyə bərabərdir? Eyni şəkildə X0 üstə gəlsin VB T-yə. O da bərabərdir. B
Hansı nöqtədə başlayıb x0'ı 4 idi. 4 üstə gəlinsin. VB-miz 3 idi. T-miz isə 4 saniyə üçün hesablayırıq. Bərabərdir. 4 üstə gəlsin. 12 bərabərdir. Eləyir 16. Bizdən isə birini tapdıq ki, xb-ni 16'dır. Birini də tapdıq 20'dir. Onlar arasında da məsafəni tapmaq üçün xa çıxılsın. xb bərabərdir. 20 çıx 16 bərabərdir. 4 metr. Cavab eləyəcək 4. Bunu da buradan yazaq. 4 metr. Eyni şəkildə 65 də eyni formadadır. Onu da silək, yazaq. Altmış beşdə isə onlar arasındakı məsafəni verib və 6-cı saniyə üçün onlar arasındakı məsafəni verib. Ona görə biz nə yazacaq? Yazacaq xa çıxılsın xb nəyə bərabərdir? 4 metrə. Amma hansı hal üçün? T bərabərdir 6 saniyə üçün. Ayrı-ayrılıqda tənlikləri yazırıq. Xa-mız nəyə bərabərdir? Xa bərabərdir. x0 üstə gəlinsin. VA T'yə. Gəlin buradan VA-nı tapaq. VA bərabərdir. Bu A tənliyi, A qrafikimizdir və tənliyi 14, 2. Tapmaq üçün x çıxılsın, x0. Yəni 14 çıxılsın. 14 çıxılsın 0 bölünsün 2. O da bərabərdir. 7 metr böl saniyə. VA-mız da 7'dir. Gətirik yazırıq. A üçün yazanda x0'ımız 0'dır. Üstə gəlinsin. VA-mız 7'dir. T isə hansı saniyə üçün hesablayırıq? Onu yazırıq. 6-cı saniyə üçün. Yazırıq 42 metr. Biz tapdıq ki, xa-mız nəyə bərabərdir? 42 metrə. İndi isə gəlin xb üçün onu ifadəni yerinə yazaq, hesablayaq. xb-miz nəyə bərabərdir? Onu yazaq. xb bərabərdir. x0 üstə gəlinsin VB T'yə. Biz burada nəyə axtarırıq? x0'ı axtarırıq. Çünki B nöqtəsi müşahidə başlayanda hansı nöqtədən başlayıb onu bilmirik deyə x0'ını yaza bilmirik. O x0 yerində qalır. Amma gəlin bunu yazaq. Məsələn, xa çıxılsın xb bərabərdir 4 metr. Xa-nı nəyə tapdıq? 42. Onda xb-ni də tapacaq ki, nəyə bərabərdir? 42-dən 4'ü çıxacaq. Eləyəcək 38 metr. Bunu da tapdıq xb-ni. İndi gətirin yerində yazaq. Bunu buradan silirəm ki, artıq yer tutmasın. İndi isə yerinə yazıram. Əvvəl elə 38'i saxlayıb elə xb-ni də yazsam daha rahat olar sizə. Necə yazacağım? Yazacağım ki, xb bərabərdir. Bunu silim. xb bərabərdir. x0 üstə gəl. VB-nin ifadəsini yazsam VA kimi necə olacaq? x0 çıxılsın x0, x çıxılsın x0, yəni 14 çıxılsın x0, t isə neçədir? 2. Vurulsun 6 saniyə üçün biz hesablayırıq. Düzdür? Gəlin yazaq. x0 üstə gəlinsin. Bundan da bu ixtisar gedəcək. Yuxarıda qalacaq 3. 3'ü də vuracağıq 14'ə eləyəcək 42. Çıxılsın 3x0. Biz xb-ni tapdıq. xb-miz nəyə bərabər oldu? Bərabər oldu deməli nəyə? x0'lar gələcək 42 çıxılsın 2x0. Gəlin indi bayaqları qeyd elədiyimiz xb-nin öz ifadəsini yazaq. Biz yuxarıdan tapdıq ki, nəyə bərabər idi? xb. Əgər xa-mızı tapmışıqsa 42, xb-ni də baxın burada yerinə yazsaq, deməli 42 çıxılsın 38 eləyəcəkdi 4. İndi də yazıram ki, 38 bərabərdir. xb-ni tapmışam axı. 42 çıxılsın 2x0. 2x0 bərabərdir 42'dən də 38'i çıxıram eləyir 4. x0 da bərabər olur 2. Biz də x0 B üçün tapdıq ki 2'yə bərabərdir. Cavab da olur 2. Bu da ifadəsi. Əgər şəklini çəkmək istəsəz 1 saniyəlik belə saxlayım.
skrin edəsiniz. Bunu da yazdıqsa keçirik 65-ə, yəni sonuncuya. Deməli, burada da eyni şəkildə 5-ci saniyədə onlar arasındakı məsafə verilib və B avtomobilin başlanğıc koordinatını tapmağı deyir. Gəlin eyni şəkildə yazaq. Onlar arasında məsafə 3 metrdir. Hansı hal üçün x-a çıxılsın xb bərabərdir 3 metr, amma t bərabərdir 5 saniyə üçün. Gəlin yazaq. Yazıram. Eyni şəkildə A nöqtəsi üçün V-ni tapacağım. VA bərabərdir 12 bölünsün 2 bərabərdir 6 metr. Tapdım VA-nı. İndi eyni şəkildə gətirib X-anı tapıram. X-a bərabərdir X0. Bu dəfə yazmıram, daha az yer tutsun deyə artıq əzbərlədik. Onu X0'ımız yəni 0 idi. Üstə gəlinsin VA 6'dır. T'miz də 5 saniyə üçün hesablayırıq. Yəni 30 metr. X-anı tapdıq. X-amız elədi 30 metr. Gətirib yazsaq 30 çıxılsın. 30 çıxılsın XB bərabərdir 3 metr. XB-miz nəyə bərabər olur? 27 metr. XB-mizi tapdıq ki 27 metrdir. İndi isə XB üçün tənliyə yazmalıyıq ki ifadəni rahat yaza bilək. Görək hardan yazaq? Buradan yazıram. XB nəyə bərabərdir? X0 hansı ki axtarırıq. Üstə gəlinsin VB. VB-ni tapaq. VB nəyə bərabərdir? X, yəni 12 çıxılsın. X0 bölünsün. T'miz neçədir? 2. Yazıram. 12 çıxılsın. X0 bölünsün. 2 vurulsun. Neçə olacaq? 5 saniyə üçün hesablayırıq. XB-ni də yerinə qoyuram, yazıram. 27 bərabərdir. X0 üstə gəlinsin. 2 aşağıda qalacaq. Yuxarıya isə vururam. 12-ni vururam 5-ə eləyir. 60 çıxılsın 5x0. Ortaq məxrəc olaraq da tapıram bunları ki biraz daha sadələşdirək. 27 bərabərdir. X0 üstə gəlinsin. Yox, ortaq məxrəc yazacağım elə. Ortaq məxrəc kimi 2, bu da 2x0 üstə gəlinsin. 60 çıx 5x0. 2x0 üstə gəlinsin 60. O x0'ları da hələ sadələşdirəcəm. Daha rahat olaq. Eləyir mənfi 3x0 üstə gəlinsin 60 bərabərdir 54. Mənfi 3x0 bərabərdir mənfi 6. X0 da bərabərdir 6'nı 3'ə bölürük eləyir 2 metr. Bizim axtardığımız cavab da müsbət 2 metrdir. Hansı ki B avtomobilinin başlanğıc koordinatı. Burada da cavab eləyəcək 2. Bugünlük bu qədər. Bugün biz sizinlə düzxətli bərabər sürətli hərəkət mövzusunda DİM 2025-ci ilin test toplusunun ümumi test izahlarına baxdıq. Hamısına bir-bir baxdıq. Növbəti izahımız isə düzxətli bərabər tərcihlə hərəkət olacaq. Əgər siz də bizim onlayn və yaxud da ki, əyani şəkildə dərslərimizə maraqlanırsınızsa, yuxarıda qeyd olunan əlaqə nömrəsi ilə danışıb əlaqə saxlaya bilərsiniz. Əgər videolarımız sizin üçün yararlıdırsa, dostlarınızla bölüşməyi və həmçinin də videonu bəyənib rəy yazmağı unutmayın. Sağ olun, hələlik.